Bu videoda sizə Smart Custom proqramında məhsullarınızı yeni qayda ilə necə bəyan edə bilərsiniz, onu göstərəcəm. Yəni Smart Custom-a Sima vasitəsilə necə daxil ola bilərsiniz, onu göstərəcəm. Videoya keçməmişdən əvvəl onu deyim ki, iyun ayının 1-dən etibarən Smart Custom istifadəçilərinə belə bir bildiriş göndərilib və bildirişdə deyilir ki, FIN kod ilə qeydiyyatdan keçmisinizsə, məhsulları bəyan edə bilmərsiniz. Məhsulları bəyan etmək üçün Asan İmza, Sima və ya MyGov QR kod vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Asan İmza hər kəsdə olmadığına görə bu 3 seçimdən ən alternativi Sima ilə qeydiyyatdan keçməkdir. Bundan ötürü Smart Custom tətbiqinə daxil olursunuz. Tətbiqə daxil olduqdan sonra sağ aşağı küncdə olan profil bölməsinə keçid edirsiniz və həmin bu səhifədə aşağı hissədə olan çıxış butonuna klik edirsiniz. Çünki çıxış edib Sima proqramı ilə qeydiyyatdan keçmək lazımdır. Çıxış edəndən sonra avtomatik olaraq belə bir səhifəyə yönləndirir sizi. Həmin bu səhifədə MyGov sözünə klik edirsiniz. Açılan bu səhifədə MyGov-u yox, digər üsullar bölməsinə keçid edirsiniz və qarşınıza çıxan bu 3 seçimdən yalnız 2 dənəsi keçərlidir. Asan İmza və Sima İmza ilə qeydiyyatdan keçməlisiniz. Əgər sahibkarsınızsa, hər hansısa bir veyinə sahibsinizsə, Asan İmza nömrəniz varsa, Asan İmza ilə də qeydiyyatdan keçə bilərsiniz. Çox sadədir. Mən özüm Asan İmza ilə qeydiyyatdan keçib məhsulları bəyan etmişəm. Sima ilə qeydiyyatdan keçməkdən ötürü birinci seçimi seçirsiniz. Daha sonra Sima tətbiqini açırsınız. Burada sağ aşağı küncdə olan təsdiq et butonuna klikləyirsiniz. Və qarşınıza belə bir PIN kod çıxır. Həmin bu PIN koda Simada qeydiyyatdan keçdiyiniz PIN kodu yazırsınız. Sima tətbiqindən qeydiyyatdan keçmək haqqında video isə həmin bu videonun şərh bölməsində qeyd edilib. Kodu yazandan sonra belə bir səhifəyə keçid edirsiniz. Yenə də bu mərhələni təsdiq edib Smart Custom proqramına yönləndirir sizi. Və son mərhələ olaraq buradan vətəndaş seçimi seçirsiniz. Və bununla da qeydiyyatınız tamamlanır. Əvvəlki qaydada yenə bəyannamələrinizi edə bilərsiniz.